Hoş gelmişsiniz bizim Ağıllı kəndə. Gəlin sizi Ağıllı kəndlə yaxından tanış edeyim. Demek bu bizim şahmat üzrə 3 qat dünya çempionudur. Halal olsun çoban kardeşa. Çobanı demirəm, qoyunu deyirəm. Davam edirik. Bu ağıllı kənddə bilirsən nələr var? Demek bu bizim ağıllı inəyimizdir. Demek keçən il Oxfordu bitirib. Özünü sağır. Demek südündən qəşək qatıq, qaymaq, nə bilim, kəsmik, xama, yoğurt düzəldir. Aparır Bakıya, supermarketlere paylayır. Sonra əldə etdiyi pula bitcoin alır, qayıdır kəndimizə. İndi isə gəlin kəndimizin, ağıllı kəndimizin yaşayış obyektləri ilə, inşaat obyektləri ilə yaxından tanış edin. Demek bu bizim ağıllı məktəbimizdir. Bəs bu məktəb niyə bağlıdır? Onsuz da şagirdlərin hamısı repetitor yanına gedir. Boş-boş niye işləməlidir ki? Ondan sonrasına, bu bizim ağıllı evimizdir. Bunun ne ağıllıdır? İşıq bulu ilə qaz bulu gələn kimi naxadı qapılarını bağlayır. Gəl bura görüm. Hər ağıllı evdə belə ağıllı televizor var. Xatkeşməli, axı bu bizim kanalları göstərmir. Ağıllı televizor da bizim kanalları göstərer. Ondan sonrasında gəl bura görüm. Bu bizim ağıllı bankomatdır. Ağıllı bankomat? Bəli, ağıllı bankomat. Pensiya verilən günü qaçıb gizlənir meşədə. Diqqət get. Bu bizim ağıllı radarımızdır. Bunun ne ağıllıdır? O heç vaxt AA nömrəli maşınları çəkmir. O ancaq kökü və yöyü nömrəli maşınları çəkir. Kökü ve yıyı nedir? Kasıb küsub yetim yesir. Və nəhayət gəldik çıxdıq ağıllı fontanımıza. Bu fontan işləmir axı. Bəli, işləmir. Ağzında ağıllı deyirəm də. Bu yalnız kəndə böyük adamlar gələndə xoda düşür.